Salam dəyərli izləyicilər, əziz dostlar. Binə qəsəbəsi Lələtəpə adlanan ərazi düz beton yolunun kənarında. Bir dənə 650 kvadratlıq obyekt sizə təqdim edirəm. 7 saat yarımdadır paşdı. Hal-hazırda orada adam var, onun mətbəxidir, boş yeridir, ayaq yolusudur. İçərisi tam genişdir. Texniki şərti var, pajarnidən icazəsi var. Yəni hər bir icazələr hamısı alınıb. Daxil olanda sağda bir dənə belə depolama yeri var. Solda, sağ tərəfdə bir dənə, burada da bir depolama yeri var, yığım yeri, kəsim aparatı. Yəni tam olaraq belə deyək də, içi boş şəkildə satılır. Hər hansı bir şey üçün istifadə eləmək üçün tam ideal bir yerdir. Bura onun geniş, belə deyək, zalı. Zalı o birisi tərəfdən daxil olacağım. Burada bir yeri var, depo yeridir. Həm burada rəngi hazırlanır tam olaraq. Burada isə rəng vurulur. Yəni kraskası vurulur. Baxın, işıqlandırılması da tam olaraq idealdır. Yəni ki, iş görmək üçün bütün şərait hamısı burada yaradılıb. Arxa hissəsində də yeri var. Gördüyünüz kimi, bunun arxa hissəsi də boşdur. Bu bura qədərdir. Burada da yoldur. Da zal hissənin bursu tərəfi. İşıq 3 fazadır. Texniki şərti var. Pajarnidən icazəsi var. Bütün obyektlər kimi də istifadə eləmək olur. Qiymət, birinci qiymət 250 min olub. Amma indi endirilib 220 minə. Reallıq olsa yenə də endirim olacaq. Sənədlər də ki, hamısı qaydasındadır.